Sosial şəbəkələrdə tanış olub evlənənlərin sayı artıb. Araşdırmalara görə yeni evlənənlərin 60%-i onlayn tanışlıq xidmətləri vasitəsilə tanış olduqlarını bildirib. Psixoloq Tünzalə Aslanovanın sözlərinə görə, onlayn platformalarda tanışlığın həm müsbət, həm də mənfi tərəfləri var. Bir qadının kişi ilə münasibəti ilkin başlanğıcda realda ya tanışlıq vasitəsilə bunlar özləri tanış olmalıdır, ya da ətrafındakı insanların ortaq bir tanışlığı ilə. Amma sosial şəbəkə isə artıq çevrəni genişləndirir. Xarici ölkələrlə də, uzaq yaxın şəhərlərlə də artıq kimi istəsən, o sosial şəbəkədə tapa biləcəksən və ünsiyyət qura biləcəksən. Real həyatda ünsiyyətə girə bilməkdə çətinlik çəkən qızlar və oğlanlar sosialda daha aktiv olurlar. Çünki özlərini orada daha komfort, daha real təqdim edə bilirlər. Bu müsbət haldır. O halda ki, mənfiyə keçid etməyəcəklərsə. O halda ki, bu tanışlıq yalnız və yalnız sosialda qalmayacaqsa. Tünzalə Aslanovanın fikrincə, mənfi cəhətlərdən biri də insanların sosial platformalarda özlərini ideal göstərməyə çalışmalarıdır. Son statistikalar onu göstərir ki, ailələrin bir-birini tanışlıq dönəmi nə qədər uzun və nə qədər geniş olarsa, o ailənin möhkəmliyi bir o qədər rahat olur, bir o qədər düzgün formalaşır. Sosial şəbəkədə tanışlıq təbii ki, reala keçid dönəmində biraz uzun çəkir. Bir-biri ilə sosialda yazışırlar, maraq dairəsi genişlənir, hansısa bir fikir formalaşır. Sonrakı etapda artıq reallaşanda onlar artıq bir-birində beyinlərində formalaşmış bir fikirlə görüşürlər. İlham Əkəliyeva, Bəxtiyar Babayev, Xəbər Ertəsi.